Cruise.azın dəyərli dostları, müştəriləri, lüks segment olan Explora Journeys gəmisinin Explora 1 gəmisindəyəm və bu gəminin demək olar bütün nöqtələrini sizə həm göstərib, izah eləyib və də lazımlı əlbəttə ki tövsiyələrimizi əsirgəməyəcəyik. Hal-hazırda 12-ci mərtəbədəyik. Xüsusilə günorta vaxtını seçdim ki, gəmi biraz rahat olsun. Hal-hazırda Yunanistanın Patmos adasına yaxınlaşıb və insanların bir çoxu sahildədir. Bu hal-hazırda gördüyünüz yer Explorer. Bu böyük ekranda İstər axşam əyləncələri, sinemaları və s. göstərilir və kifayət qədər çox sayıda günəşlənmə, yəni günəşlə təmas eləyə biləcək yerlər kifayət qədər çoxdur. Bu öz növbəsində nəyə dəlalət edir? Lüks segment gəmilərdə olan müştərilərimiz əminəm fərqindədirlər ki, biraz da istər iş stresindən, istər cari həyatdan belə deyək, biraz daha dincəlmək üçün gedəndə biraz daha rahatlıq və özlərinə ayıra biləcək vaxt istəyirlər. O ünvanla Explora gəmisi lüks seçim üçün hal-hazırda deyərdim ki, birinci sıradadır. Buna bənzər digər gəmi şirkətlərinin varlarıdır, yox deyil. Amma onların da arasında gəmisi yeni olan demək olar çox azdır. Ona görə də indilərdə hal-hazırda Explora 1 və Explora 2 istehsal olunub və sizə xidmətinizdədir. Fərqli istiqamətlər üzrə, fərqli marşrutlarda üzürlər. Amerikadan başlayaraq istər Avropa və digər istiqamətlərdə özür və müştərilərinə xidməti göstərirlər. Hal-hazırda gəminin burun hissəsindəyəm və belə boş olmağı sizi çaşdırmasın, dediyim kimi günorta saatlarıdır ona görə. Həmən burun hissəsində belə bir hovuz var. Ümumiyyətlə gəmilərdə bizim digər videolardan da görürsünüz ki, hovuzlar böyük olmaz. Burada ölçü etibarilə biraz daha kiçikdir. Amma individual yaxınlaşma bu şəkildə hovuzların içində güneşlənmə imkanı verir bu gəmi. Dediyim kimi 12-ci mərtəbədəyik və həmən hovuza yaxın bir yerdə bir bar var və mümkün mərtəbə dincələnləri, insanları çəkməməkdə çalışıram, çəkməyim. Deməli, 12-ci mərtəbədə Helios barındayıq. Burada gördüyünüz bu içkilərin çoxu daxildir. Çox, yəni sadəcə bir neçə dənə I have been in a whiskey. You know? It's very nice. Very nice, na? Yeah, I know that. Yeah, I will take it. Kanyaklar, viskilər var. Demək olar hamısı daxildir. İndividual yaxınlaşma bir mənalıdır. Çünki ümumi olaraq belə fikirləşin, 900-dən biraz çox sərnişin tutumu var. Baxmayaraq ki,
gəminin böyüklüyünə görə 3000 nəfəri rahat tutar, amma o şəkildə yaxınlaşmır. Explorer Journeys gəmiləri daha çox hər müştəriyə daha çox məkan ayıra bilmək üçün və bu da öz müştərilərini, lüks segment müştərilərini daha dəyərli edir. Daha çox vaxt keçirmələrinə, daha rahat vaxt keçirmələrinə müqayisə üçün standart gəmiləri, əgər xatırlayırsınızsa, olanlarınız mütləq ki yadına salsa, yadına düşəcək ki, orada istər yemək məkanında, istər dincəlmək məkanında və s. İstər-istəməz sıxlıq olur. Çünki bir nəfər üçün ayrılan gəmidə elə deyək, nisbət, yer ölçüsü az olur. Atmos biraz küləklidir. Deməli, orada hovuzu xatırlayırsınız. Burada da jacuzzilərdir. Hansı ki, yenə individual yaxınlaşma olaraq bu şəkil gəlib insanlar olduğu şəhərə, mənzərə olaraq burada da dincələ bilər. Və bu dediyim kimi 12-ci mərtəbədir və gəmilərin bir çoxunda 14 olmaz, 13 olmaz. Bu 12, buraya isə artı 14. Və sizə indi 14-də Skybar adında bir bar məkanı var. Oranı göstərəcəm, amma indilik gəminin tam arxa tərəfinə gəlirəm, ön tərəfdən gəldim. Bu şəkildə rahat bir şəkildə yavaş-yavaş çəkirəm ki, ləzzətini həm izləyici olaraq siz, həm də biz özümüz yaşayaq. Bu 12-ci mərtəbədə arxa bölüm və 11-ci mərtəbədədir. Bu şəkil havuzdur. İnsanlar dincəlir. Diqqət edirsinizsə yenə sayı itibarilə azdır insanlar. Çünki bir çoxu günorta vaxtı çıxıb şəhəri gəzir və daha sonra da öz gəmisinə qayıdır. Yəni Explorer'ya. Gəminin eni uzunu təxminən 250 metr uzunluqdur. 30 metrdən biraz çox enidir. Biz artıq demək olar gəminin arxasına gəldik. Bayaqlar göstərdiyim jacuzzi tipli burada bir dənə daha var. Mütəmadi əldən keçirilir, təmirinə, baxımına ehtiyacı varsa daima. 14-cü mərtəbə olaraq idman bölümü və Skybar, bir də açıq havada fitness hissəsidir. Axşam saatlarında gəminin ən arxasında olan Skybar həqiqətən möhtəşəm musiqilərə, ev sahibliği eləyir. Bu da jacuzzilərdən biri. Burada da rahat bir şəkildə dincələ bilir insanlar. Və Skybar. Burada günorta vaxtı hovuz kənarında deyil. Başqa burada dincəlmək istəyən də, günəşlənmək istəyən də əlbəttə ki edə bilər.
Sigaret çekilen bölüm de buradadır. Çekebilirsiniz yani burada. Akşam işləyirdi, hal-hazırda bar boşdur. Amma əmin olun ki, kifayət qədər. Bütün barlarda içkilər eynidir. Və bayaq göstərdiyim bardakı hansı içkilər varsa, onlar da burada müştərilərinə xidmət göstərir və təklif olunur. Açıq havada idman alətləri, Ocean Wellness, Open Air Fitness, Technology. Burada da həmçinin və mini basketbol və fərqli oyunları oynayabiləcəyiniz kiçik bir idman zalı açıq havada. Bundan başqa yeniyetmələrin və vaxt keçirə bilməkləri üçün olan bir bölüm daha var. Oranı da göstərəcəm. Uşaqlı ailələr üçün tam budur deyə biləcəyimiz bir gəmi deyil. Çünki daha çox yuxarı yaş qrupuna nəzərdə tutublar. Amma Explorer Journeys'in istehsalda olan fərqli gəmiləri artıq uşaqları da, yəni 12 yaş altı uşaqları da nəzərə alacaq. 14-cü mərtəbədən 12-ci mərtəbəyə düşürük. Və beləcə daxil olaq. Qapıların demək olar ki, hamısı avtomatikdir. Əllə təmas demək olar yoxdur. Bəzi yerlərdə sadəcə var. Və beləcə ümumiyyətlə gəmilərdə haranısa tapmaq sizin üçün bir problem təşkil eləmir. Çünki bütün liftlərin yanında bu şəkil hansı mərtəbədə nə var, hamısı rahat bir şəkildə burada var, görsənir. Və daha böyük rəqəmlə yazılan mərtəbədəsiniz. Burada diqqət edirsinizsə 12 daha böyük rəqəmlə yazılıb, ona görə də buradır. 11-ə liftlə düşək. O arada liftin çox yeni gəmidir. Hər tərəfində o yenilik özünü göstərir. Və haradakı işıq yanında deməli ki, o lift sizin üçün gəldi artıq. Bir alt mərtəbəyə basırıq. Dəridir. Və həmən 11-ə yenər yenməz. Deməli 11-də yer alan Emporium Marketplace dediyi bizim açıq bufet dediyimizdir. Açıq bufetdə insanlar rahat bir şəkildə yeməklərini əldə edə bilirlər. Deməli daxili hissə haradakı bağlı məkanda yeməyinizi yeyə bilərsiniz və də balkonlu hissə ki, sol tərəfdə öz əksini tapır. Açıq bufetə girər-girməz bu şəkil dəsmallar və əl yumaq üçün, eyni zamanda bu da dezinfeksiya üçün incəliklər həddindən artıq çoxdur.
birinci bizi qarşılayır sushi. Yəni burada olanların tamamı qiymətə daxildir. Buğludur biraz şüşələri. Amma bu şəkil mən sizə bunu buradan göstərə bilərəm. Birinci sushi bölümüdür. İkincisi yenə buradakı içkilər əlbəttə ki daxildir. Həddən artıq individual bir yaxınlaşma var gəmidə. Okean məhsulları olaraq qulluğunuzdadır. Deməli, burada okean məhsulu olanda bu göstərmək üçün ki, nələr var. Buradan da sifarişinizi verdiyinizdə bu souslardır. Çox dadlı souslardır. Və sifarişinizi verdiyinizdə də bu cavan oğlan həmən orada hazırlayır və sizə təqdim edir. Yəni standart gəmilərdə olan o açıq bufet məntiqi ki, hər şey onsuz da oradadır və çəkilib sizə verilir, deyil. Bişirilir, verilir. Tam bir neçə dəqiqə çəkir. Ona görə bu biraz vaxt alır. Bu isə dəniz məhsullarından olan supdur. Çox dadlıdır. Vaxtını müxtəlif yeməklərdən dada bilərsiniz. Fərqli məhsullardan. Bu al dente hissəsidir. Bu məşhur pasta bölümü. Hamısını adlandırıb sizi yormaq istəmirəm, amma əlavə istər sousları olsun, istər də pastaların özləri çox həddən artıq dadlıdır. Burada da yenə əvvəldən sifarişi verəcəyinizdə görə bilmək üçün, görmək üçün ki, nəyi sifariş edirsiniz. Toyuq və ət bölümüdür. Orada izgarada hazırlanır və təqdim olunur. Digər böyük gəmilərdə olduğu kimi çox böyük bir restoran deyil. Amma fərdi yanaşma, çox dadlı yeməklər, həddindən artıq çox dadlı yeməklər. Açıq qoymurlar ki, həm hər bir halda higiyenaya riayət olunsun. Michelin ulduzlu aşçıların nəzarətindədir, kurasasındadır. O isə burger hissəsidir, grill hissəsidir. Deməli, burada da yenə həmçinin sifarişinizi verdiniz. Bu yoldaşlar nə edirlər? Sifarişinizi alır, bu zənglidən sizə verir. Çünki hazır deyil, həmən hazırlanmalıdır. Hazır olan kimi, məsələn, haradasa oturub yeməyinizi yeyirsiniz və qalxıb bunu gəlib götürməyə ehtiyac yoxdur. Ofisiantın özü çaldığını görürsə, götürür bunu, gəlir, buradan sifarişinizi götürür və masanıza gətirib sizin burger sevərlər üçün bu içkilərin hamısı daxildir. Digər hissə kim ki, məsələn,
götürüb əlində yeməyi açıq havada yemək istəyir, onda gedir balkon hissi. Belə də insanlar burada sifarişlərini alıb yeməklərini yeyirlər. Bu nahar vaxtıdır, hal-hazırda nahar vaxtında. Və bura qayıdacam. Bura çox xüsusi və əlamətlər bir yerdir. İndi izah edəcəm haradır. Həmən Emporiuma girişdə bayaq ki ana hovuzu göstərmişdim. Emporium girişdə meyvə hissəsidir. Meyvə və dondurma. Dondurma hissəsi və dondurmaların özləri burada. Və müxtəlif meyvələr. Çox dadlıdır. Əmin olun. Dondurmalar da əlbəttə ki, qiymətə daxildir. Yeməyinizi sifariş verərkən və ya daha sonra. Ayrıca waffleslar və kreplər də. Qollarınızdadır. Buradan da yeni olduğu kimi sifarişinizi verirsiniz və axısıcı orada hazırlanıb və sizə təqdim olunur. Bu maraqlı hissələrdən biri. Bir diğeri özünüz buradan da ala bilərsiniz və ya ofisiantlara deyə bilərsiniz, sizə gətirərlər. Hayır. Ən böyük maraqlı hissələrdən biri. Gəldik. Deməli, soklara, təbii soklara hazırlanıb bu şəkildə bura qoyulur və istəyən də buradan əldə edir. Meyvə bölümü daha bu meyvə və desertlər hissəsindəyik artıq. Diğer gəmilərdə görmədiyiniz və alışmadığınız kifayət qədər dadlıdır bunlar. Bu şəkil o kadar həqiqətən dadlıdır. Bu tatlı bölümü İtalyan tatlıları sözünü deyir. Mütəmadi yenilənir. İndi də gətirilir. Diğer gəmilərdə dediyim kimi olan böyük bir ərazi deyil. Amma buna baxmayaraq fərdi yanaşma hazırlıq. Xanım sifarişini verdi. Hemen orada hazırlanır. Qonaqlara təqdim olunur. Mümkün mərtəbə yavaş çekim edirəm ki, rahat bir şekilde hamısını göresin. Çok güzel bir bölüme geldi. Kifayət yüksək keyfiyyətdə delikateslərim olduğu, pendirlərim olduğu, Valençay pendiri var və qulluğunuzdadır. Pendir əvəzkarı olarak kifayət edir. Bu bölümdə bu şekil atıştırmaları, kiçik atıştırmalıqları götürə bilərsiniz və yaxud özünüzə buradan tost sifariş verə bilərsiniz. Bu tostdan mesela sifariş hazır oldu. Buradan sifariş verince arka bölümde hazırlanır ve müşteriye təqdim olunur.
de tomates. Et ici, des petits pains avec mozzarella et tomates. Et là-bas, Və həddindən artıq ləziz bölmə gəldik. Kifayət qədər nazik xamırdan belə İtalyan pizzalarıdır. Çox ləzizdir. Çox həddindən artıq. Bu şəkildə burada hazırlanır və qonaqlarına təqdim olunur. Ümumi olaraq belə, yəni yeməklərin ləzzəti bir mənalı sözünü deyil. Bir mənalı. Yəni indiyə qədər olduğunuz gəmiləri əgər lüks segmentdə olmamışsınızsa, yəni, deməyə deyərdim ki, unudun. Unudun, çünki doğrudan da çox ləzizdir. Həm təzədir, həm də ləzizdir. Bax belə. Bir də 11-ci mərtəbədə, hansı ki indi açıq bufet deyək də, bu əslində açıq bufet deyil, bu demək olar ki bir neçə restoranın birləşməsidir. Buna belə də demək olar. Çünki diqqət edirsinizsə, hər birinə o qədər yer ayrılıb ki, sanki ora fərqli bir restorandır. Restoranın girişində belə bir çaxır bölümüdür. İstəyənlər buradan sifarişini verib əldə edə bilərlər. İnteryer etibarilə çox gözəldir, həddindən artıq. Və inanın ki, o modern xətlər interyerdə rahatladan, həqiqi lüksu ötürə bilən bir gəmidir. Bu da yeməklərini, bayaq dedim, açıq havada yemək istəyən insanların seçdikləri bölüm. Arxada qalan bağlı məkan idi. Orada isə artıq açıq məkandır. Yəni yeməyimi götürüm təmiz havada, yeməyimi yeyeyim, çox rahat. Digər standart gəmilərdən bir fərqli məqam daha. Bir çoxunda bu cür hazır olmaz. Yəni çəngəl, bıçaq, qaşıqlar və s. duzluqlar və s. Onlar götürürsünüz özünüzdən. Amma burada elə bir şey yoxdur. Masalarda, hamısında, bütün masalarda artıq hazırdır. Yaxınlaşmağınız kifayətdir. Ki, yaxınlaşıb sifarişinizi verdikdən sonra yeməyinizi götürüb gəldiniz, oturdunuz və demək olar ki, hər şey artıq qulluğunuzdadır. Deməli, Explorer Joynis gəmisində internet daxildir. 3 aparata qədər rahatlıqla əldə edə bilirsiniz və bu ödəmiş olduğunuz pula daxildir. Və kifayət qədər də yüksək gücə sahib olan internet. Bayaq dediyimi indi bu yoldaş göstərdi ki, ora buğlanıb. Bunları təmizləyin deyə. Bu hissələri ümumiyyətlə artıq hamısını təkər-təkər çəkib sizə göstərdik. İndi buradan bir çıxaq kənara, oradan daha fərqli bir şey göstərmək istəyirəm sizə. Hemen restorana girişlerde ve çıxışlarda bu şekilde əl yuman və dəsmallar
Bir diğer bar, konservatuarı. Pool barıdır. Pool barıdır. Gördüyünüz kimi yenə bu artıq 11-ci mərtəbədir və böyük hovuz deyil, amma yenə də dediyim kimi gəmilərdə böyük olmur. Lüks segmentlər daha kiçikdir. Bir başqa jacuzzi daha. Burada bu gördüğünüz böyük ekranda haradaki akşam müxtəlif əyləncələr və ya sinemalar olur. Sinemalar olanda çox maraqlı bir məqam var. Vərdiş eləmişik biz sinemalara ki, hamının eşidə biləcəyi bir səs formasında olur, amma bu da elə deyil. Hamıya qulaqlıqları verirlər. Qulaqlıq verildikdən sonra da rahat, sanki burada heç nə yoxdur, amma sinema gedir. Hamı öz rahat qulaqlığı ilə o sinemadan faydalanabilir. Buradaki məqamlarda, məsələn, bu şəkildə əgər baxın, adam yoxdur, yoxdur. Deməli, əgər hamının olduğu yerdə olmaq istəmirəm, rahat olsun desəniz, bu şəkildə burada günəşlənmə imkanımız var. Və bir də digərlərində biraz fərqli. Bu cür bilirsiniz, bu şeyləri ki atırlar, dəsmallara deyək də, atırlar ki, bəzi otellərdə olur ki, bütün günü qalır orada. Ya burada 45 dəqiqə bir vaxt periyodu var. Əgər 45 dəqiqədə sahibi yoxdursa, gəlmirsə, onu oradan götürürlər. Ki, boş olduğu bilinsin. Eyni 11-ci mərtəbənin açıq bufetindən keçdik. Burada çox gözəl və maraqlı bir yerdir. Explorer Lounge bu hissədir. Lounge hissəyə girişdə bax, belə bir möhtəşəm bir giriş sizi qarşılayır. Siqar otağıdır. İşləmə saatlarını yazır, kəndsiz saatlarda işləyir. Burada ancaq siqar çəkilə bilər. Siqaret olmaz. Siqar çəkənlər yəqin ki bilir. Malt viski bar. Günorta saati olduğuna göre yığışdırıblar. Amma işlədiyi vaxt əmin olun ki, buralar dünyaca məşhur viskilərdən doludur, fulldur. Nümunə üçün deyim, içkilərə daxil olan içkilərdən məsələn Hennessy var, daxildir. Yəni ödədiyiniz pula daxildir. Hal-hazırda Explorer Lounge bölümündəyik. Axşamları və yaxud gün ərzində təyin olunan bir vaxtda Royalda ifa olunur və dünən axşam məsələn var idi, çox gözəl musiqilər, atmosfer.
adından da görsəndiyi kimi Explorer Lounge-dır və elə bir yer kürəsi. Çox fərqli dizaynında. Masalar, kreslolar, oturacaqlar. Hər şey sanki həm xüsusilə, həm də ayrıdır. Yəni bir-birinə oxşayan, necə deyim, təkrarlanan demək olar ki, qarşınıza çıxmır. Bura Explorer Lounge-dır. Dediyim kimi Royal'da ifalar olur və yenə kənarda kim ki güneşlənmək istəsə rahat bir şəkildə oradan güneşlənə bilər. Oynaya biləcəyiniz bəzi oyunlar və puzzle'lar var. Bir ümumi bir görüntü verim mən sizə. Baxın, belə bir məkan. Bütün ilin demək olar stresini rahat bir şekilde atabilirsiniz. Bayaq dediyim kimi bütün barlarda demək olar içkilər eynidir. O biraz işi asanlaştırır. Və buradaki içkilərin təxminən 90% artıq daxildir. Ödədiyiniz pula daxildir. Çox sadə element. İnsana elə gəlir ki, yəni gəzəndə sanki hər bir elementdə dayanmaq istəyirsən. Zövq alırsan. Yəni Explorer Journeys lüks gəmi. Gəmidə lüks otel. Bak bunları ötürə bilir. Deməli, eyni mərtəbədə çox maraqlı bir yanaşma. Chef's Kitchen adında bir məkan. Deməli, burada istəyənlər nə edə bilir? Müəyyən bir kiçik bir ödəniş qarşılığı İnsan özləri neysə pişirmək istəyirsə, açıq mətbəxdir və bu açıq mətbəxdə də əlbəttə buradakı şefin nəzarəti, təyinatı üzrə hazırlaya bilərsiniz. Və bir gözəl bir təcrübə olmuş olar. Bu da əyləşib o. Hətta müəyyən incəlikləri, detallar üçün də TV də var. Və burada kulinariya ilə əlaqədar, yeməklərlə əlaqədar çox fərqli kitab və məcmualar var. Əminəm ki, gastronomiya ilə əlaqəsi olan, kulinariya sahəsində olanlar üçün yəni bu bölüm doğrudan da elə bilirəm arzu olunan bir bölümdür ki, gəlib burada az da olsa bir vaxt keçirsin. Əlbəttə əldə eləmək istəyən
çox olar, amma müxtəlif dünya mətbəxlərinin, yeməklərinin detalları ilə əlaqədar. Və Explorer Journeys gəmi şirkətinin Explorer 1 gəmisinin maketi. Arxa bölümdə bu hissədə olanlar penthouse-lardır, suitlərdir. Gəmidə sadəcə suitlər var, standart otaq yoxdur. Bir çoxunun böyük balkonu var. Məsələn, burada diqqət edirsinizsə, bu Grand Terrace suitləridir. Digərləri normal teraslıdır. Deməli, yeniyetmələr üçün olan bölüm hardakı özür istəyirəm. Bura lift bölümüdür. Bu hissədə, bu biraz da sadəcə yeniyetmələr üçün deyil əslində. Elə böyüklər də vaxtaşırı bu oyunlardan onsuz da oynayırıq. Bilardı görürsünüz. Bilard oynayanlar və ya məlumatlı olanlar bilir. Düz müstəvidə olmalıdır və gəmidə bilardın olmağı bu onun çox vaxtı nə dərəcədə sabit getdiyini göstərir. Əlbəttə ki, bəzən dalğalı hava olur, küləkli hava olur. Burada isə PlayStation'lardır. Oyun sevərlər mütləq ki, bunları görüncə əminəm ki, heyecanlanırlar. Bayaqlar diqqətinizi çəkmək istədiyim yenə, yəni dizaynın, müxtəlif dizaynın bir gəmiyə mümkün mərtəbə nə qədər gözəl, fərqli, istifadəsi rahat, modern bir dizaynla məhsullar insanların istifadəsi üçün verilə bilər. Maksimumdan istifadə olunub. Maksimum. Yəni hər bir köşəsi fərqlidir. Bu şəkil 11-ci mərtəbə tamamilə sizin üçün kəşf olundu və gəzildi. Biz qayıtdıq yenə
Havuz bölümünə. Yenə baxın, məsələn, çox özəl. Bura görsənmir, amma adam burada dincəlir. Explorer Journey-sin 14, 12 və 11-ci mərtəbələri sizə artıq təqdim olundu. Havuza giriş qaydalarında detallar və bayaq dediyim kimi 45 dəqiqədən sahibsiz olanlar. Və bu da bu şəkildə Explorer Journey. Hələlik bu qədər. Davamı gələcək.